Məndən soruşsalar ki, ən dadlı, ən xırçıltılı ətli rulet hansıdır? Mən bu ruleti seçərəm. Həm soklu, həm ləzzətli. İnanın, o qədər dadlıdır ki, o qədər ləzzətlidir ki, hər kəsə hazırlamağı tövsiyə edirəm. Keçək öncəliklə hazırlanmasına. Mən ətət maşından keçirirəm, üzərinə balqar biberlərini doğrayıb əlavə edirəm. Qeyd edim ki, mən soğan əlavə etmədim. Siz əlavə edə bilərsiniz. Üzərinə 2 diş sarımsaq, qara toz biber, paprika, duz əlavə edirəm. 2 ədəd yumurta əlavə edirəm və yaxşı qarışdırıram. Soba listimi yağlayıb kənara qoyuram. Və yuxanın üzərinə Holland pendirini qoyuram. Üzərinə doğranmış kişniş şüyütü səpirəm. Və ikinci qatın üzərinə ət qarışımını əlavə edib hər tərəfinə yaxşı yayıram. Rulet şəklində bükürəm. Çalışın belə ölçüdə bükün, yaxşı bişmək üçün. İkinci ruletimi də eyni üsulla hazırlayıram. Geçmiş zaman olacağım, duman olacağım. Özüm odu bırakıp yalan olacağım. Kül olsun, bitsin hisler. Sensiz Və hazırdır. yalan olacağım. Üzərinə süzgəcdən keçirilmiş Holland pendirini səpirəm və çörək otu və küncüt qarışımını üzərinə səpirəm. Siz də hazırlayın, siz də bu ləzzətdən dadın. Kanala abunə olmağı, like etməyi, kaydetməyi unutmayın. Bildirimləri daim açıq qoyun ki, yeni çəkilmiş videolardan siz də xəbər ola biləsiniz. İzlədiyiniz üçün hər birinizə çox təşəkkür edirəm. Sağ olun.